Salam əziz dostlar, biz Əsgərandayıq. 1751-ci ildə tikilmiş Əsgəran qalasının düz arxasındayıq və bizim igidimiz, dostumuz Adi Şirin müəllimdir. 2-ci Qarabağ müharibəsinin qazisi və deyərdiniz bizə harda döyüşmüşsünüz Adi Şirin müəllim? Mən Mirzəliyev Adi Şirin İsmailoğlu 2020 sentyabr 27-sindən döyüşlərə qatıldım. Şükürlər olsun ki, mənim də Qarabağın alınmasında bir əziyyətim oldu. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının alınmasında iştirakım oldu. Kəndlərin alınmasında iştirak oldu. Allah şəhidlərimizin ruhlarını şad eləsin. Qazilərimizə və Vətən müharibəsi iştiraklarımızın da canları daima sağlam olsun. Sizlər də sağ olun ki, Kamran qardaş, əziyyət çəkirsiniz. Vaxtımızı qızıl bilib, bizim işğaldan azad olan torpaqlarımızı yad elətdirirsiniz bizə, gəzdirirsiniz, görürük. Həqiqətən də, yəni sizin kimi qardaşlar var olsun ki, bizim kimi döyüşçülərə və bizdən sonra gələn gələcəyə siz tarix yazdırırsınız, tarixi faktlara çevirirsiniz ki, bizdən sonra olan gənclər tarixini, Qarabağını, torpağını unutmasın. Düşmən heç vaxt bizə bata bilməyib, bata bilməyəcək də. Çünki Azərbaycan elə bir ölkədir ki, düşmənin elədiyi bizə vəhşilikləri biz öz gözümüzdən görürük. Amma biz Azərbaycan ordusu olaraq düşmənimiz belə olanda fərq etmirik. Biz vəhşicəsinə onlarla danışmadıq. Qanuni müharibə nədir? Biz kişi kimi öz müharibəmizi elədik. Bizim bir kinomuz var, deyir bizimki, bizim torpaq davası, bizə arvad davası deyil. Şükürlər olsun ki, övladını atasız qoyan şəhid qardaşlarımızın ruhları şad olsun. Bizlər hamımız yaşayırıq onların sayəsində. Kaş onlar bir anlıq qaydardılar və əziyyət çəkdikləri, qanları töküldüyü torpaqları bir anlıq görə bilərdilər. Sağ olun Kamran qardaş. Allah həqiqətən sizin kimi qardaşları var eləsin ki, bizləri şəhid qardaşlarımızı unutturmur. Çox sağ olun. Var olun. Çox sağ olun Adi Şirin müəllim. Çox sağ olun.